öz yerlərinizdə qalın. Dağılışmayın, yerinizdən tərpənməyin. Aranızda bir kişi yoktu ey Muhammed. Benim əqidəm sizin imanınızdan daha güçlüdür. Ey Muhammed, deyirlər sən Mədinə qadınlarıyla bizim görüşümüze gelmişsən. Görəsən aranızda bir kişi var ya yok. İçərinizdə cənnətə getmək istəyən yok. Mənə də elə gəlir ki, onların arasında bizcə kişi də yoxdur. Onların əqidələri yalan imiş Ebu Süfyan. Aranızda bu kafirin sesini susturacak bir şəxs var mı? Aranızda bu kafirin sesini susturacak bir şəxs var mı? Aranızda bu kafirin sesini susturacak bir şəxs var mı? Bu Resulullah'ın kelamıdır. Ali. Ya Rabbel Alemin, Bedir'de Übeydəni, Öhd'de de Həmzəni bizden aldın. Bu Peygamberin kardeşi ve emsi oğlu Ali'dir. İlahi, sen özün ona kömək ol. Onu həmişə düşmənlərinə qalib elə. Allahu Akbar! Ona bak, indi qıracaq onları. Aralarında bir nefer kişi de yoktu. Evet, diyesen aralarında bir kişi tapılır. Sizi and verirəm Allaha. Deyin görüm aranızda məndən başqa biri var mı ki, Resulullah onun barəsində, Xəndək döyüşündə Əmr ibn Əbdəbid fəryad edib döyüşü tələb edəndə, cəmaatın gözü qorxudan bərələn zaman və o döyüşə tam hazır olarkən, bütün İslam, bütün küfrə qarşı durmuşdur deyə buyurmuş olsun. Peyğəmbər buyurmadı ki, Xəndək günü əlinin vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. And olsun Allah'a ki, bunlar hamısı sənə aiddir Əli. And olsun ki, dediklərin doğrudur. Yaxşı baxın, indi bütün İslam küfrlə vuruşmağa qalxır. Ali? Ali ibn Ebu Talib? İlahi, indi huzurunda sənin adını daşıyan və risalətini davam etdirən, onu yaymağa çalışan bu gənc qəhrəmandan başqa heç kəs yoxdur. Səni sevən bu müsəlmanlar mübarizəyə qalxıblar ki, qoy hamı müsəlman olub səni sevsin.
bu vəziyyətdə əlini sənə tapşırır. Öz lütfünlə onu sabit qədəm elə, iradəsinə dözüm, qollarına qüvvət ver. Biz kiminsə qanını tökmərik. Qılıncını götür, çıx get qəbilənə. Hətta əgər Əbu Süfyan da sənə qoşulub qayıtsa, onda bu qoşun da mübarizəyə qalxmaz. Sən heç məni tanıyırsan? Bəli, çox yaxşı tanıyıram. Yəqin bilirəm ki, sən xəndəkdə bir qılınc belə vura bilməyəcəksən. Elə isə, ey əmir, indi seç istədiyini, qoy hamı sənin şücaət qanunlarını bildiyini görsün. Ey Əbu Süfyan, bu cavan oğlan məni 3 təklif qarşısında qoydu. Ya müsəlman olum, ya səni tək qoyub, ya da onunla vuruşub. Eləsə yerində dayan, dad qılıncımın gücünü. Onda görərsən ki, yırtıcı şir də məndən qorxub qaçar. Çox yaxşı danışdın. Amma əvvəl atından yerə düş. Sənin ayağını kəsdim ki, qışları kəsilmiş atın çəkdiyi ağrını hiss eləyəsən. Qurtar işini cavan. Məni bu hesabdan qurtar. Bu vaxtacan heç kim məni bu cür yerdə qalmış görməyib. Kes başımı! Hara gedirsən? Kurtar beni bu azaptan ya Ali! Ben senin kılıncının gücüne yaxşı bələdəm. Bilirdim ki, Ərəblər arasında Əlidən başqa məni öldürən olmayacaq. Yüzünə tüpürdüm ki, dişimi tez kurtarıp məni öldürəsən. Məni bu əzabdan, cemaatın istehzalı baxışlarından kurtar, rahat elə. Biz Əhl-i Beyt Allah'ın rızasından başqası üçün heç nə eləmirik. Üzümə tüpürməyin qəzəbləndirdi məni. Qəzəbləndiyimə görə səni tez öldürsəydim, onda mən öz razılığımı Allah'ın razılığından üstün tutmuş olardım. Biraz var gəriliyib, qəzəbimi sakitləşdirdim, tövbə elədim. İndi səni Allah'ın adı ilə, onun əmrinə görə öldürürəm. Hala kaçışsınız ay korkaklar!
Qalın, döyüşün! Əlinin xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Əli! Əli! Yaxşı qulaq as mənə ey Əbu Talibin oğlu. Sənə olan qəzəbim sonsuzdur. Qılıncımın zərbəsini dadımağa hazırla özünü. Bu elədiyindən sonra ömrüm boyu sənə düşmənəm. Eşitdin dediklərimi? Bundan sonra sənə düşmənəm. Əbu Sufyan nəyə görə əlindən bu qədər yanıqlıdır? O bu sözləri Rəsulullah'a deməli idi. Əbu Süfyan döyüşmək fikrindən daşınsa da, onun şeytan kimi böyük düşmən ürəyi var. Dünya durduqca mənə və mənim nəslimə düşmən olacaq.